C30'dur. Maşın gedib deyil. Eybi yoxdur. Niyə? Çünki Xosrovun yanındadır maşın artıq və maşınımızın vəziyyəti budur. Maşınımızın salonu da bu vəziyyətdədir. Maşın Sport Line olduğunu biz sizə başqa cür göstərəcəyik. Getdik. Priuslar artıq inkişaf edib öz yerlərini BYD-lərə veriblər və BYD-lər isə öz işlərindən qalmırlar. Bu gördüyünüz C30'u vurmuşdular qəzalı vəziyyətdə. Yanımıza gəlmişdi. Maşın təbii olaraq ki, bu vəziyyətdə deyildi və biz ProServis komandası olaraq bu BMW C30'a yenidən bir ruh verdik, can verdik. Nəyə görə? Çünki maşın tamamilə M5'e yığmışıq, arço disklər qoymuşuq maşına, ximçiska, polirovka, keramika işləri görülüb. Texniki problemlər var idi maşında, hamısını aradan qaldırmışıq. İnteriyerdə isə maşında şarlar açılmışdı, hamısını bərpa eləmişik. Salonu ideal vəziyyətə gətirib çıxartmışıq. Supportların rənglənməsi yanmayan boya ilə rənglənib və gördüyünüz kimi logo da qoymuşuq. Burada da maşının üstündə də göy rəngi isə buradakı göy rəngi ilə çox qəşəng bir set olub və artıq bu BMW Bakı küçələrində gəzməyə davam eləyəcək. Niyə? Çünki ProServis komandası hər zaman bütün avtomobil sahiblərin yanında olmağa hazırdır. Ən gözəl ünvan ProServisdədir.